Yəni elə də çətin bir şey deyil. Məsələn, 26 nömrəli gəlin tapşırığa baxaq. Deyir, 5 sahədən ibarət olan verilənlər bazası cədvəlini nəzərdən keçirin. Hansı sahəni başlıca açar primer 2 olaraq təyin etmək olar? Deməli, müəllimlər, başlıca açar onda olar ki, orada təkrarlanma olmasın. Baxın, sahə 1-də təkrarlanma var. 14 təkrarlanır, 24 təkrarlanır. Deməli, bu olmaz. Sahə 2-də təkrarlanma varmı? 20, 22, 24, 30, 36 yoxdur. Sahə 3-də 30, 16, 48, 0. Burada 48 təkrarlanır, bu olmaz. Sahə 4-də 25 təkrarlanma var, olmaz. Sahə 5-də 12, 38, 15, 12 təkrarlanma varsa olmaz. Deməli, sahə 2-ni başlıca açar kimi təyin etmək olar. Yəni başlıca açar bir daha deyirəm, odur ki, başlıca açar olan yerdə təkrarlama olmur. Eyni şeyi dəfələrlə yazmaq olmur. Məsələn, gəlin 26 nömrəli tapşırıqlara baxaq. Deyir, cinsi bərabərdir 2 olsun. Cinsi bərabərdir 2 olanlar nömrəsini tapıram. 2, 4, 5, bitdi. And. İnformatikası kimyadan böyük olsun. İnformatika 100, kimya 80. Böyükdür. İnformatikası kimyadan böyükdür. Götürürəm biri. Yox, informatikası 100 hələ düzdür də. İkinci, 87, 78. Bunu da götürürəm. Üçüncünün Ayşənin informatikası 90, kimyası 60 götürürəm. Dördüncü Ceyhunun informatikası 93, kimyası 100 götürmürəm. Beşinci Nihadın informatikası 85, kimyası 56 götürürəm. Deməli 5. Bu mötərizə bağlandı. Or riyaziyyatı biologiyadan böyük olsun. Qayıtdım yenə birinciyə. 85 60-dan böyükdür. Birincini götürdüm. 87 40-dan böyükdür. İkincini götürdüm. E, riyaziyyatına baxır. Yox, 140 hələ böyükdür. Üçüncü 90 89-dan böyükdür. Üçüncünü də götürdüm. Sonra 58 78-dən böyük deyil, götürmədim. 49 89-dan böyük deyil, götürmədim. İndi belə bir şey aldıq. Biz birinci təbii ki, əndi həll etməliyik. Baxın, 2, 4, 5 ənd, 1, 2, 3, 5. Hər ikisində olanlar 2 hər ikisində var, 5 hər ikisində var. Burada 4 var, digərində yoxdur deyə götürmədik. 3 birində var, digərində yoxdur deyə götürmədik. 1 birində var, digərində yoxdur götürmədik. Or 1, 2, 3. Or birləşmədir. Birində olub, digərində olmasan qanedir. 2 burada var, burada da var. Baxın, bir bu sağda var, solda yoxdur. Götürəcəm. Or olduğuna görə. İkisi götürəcəm. 3 və 5. Say olaraq istəyir bizdən neçə yazı, yəni say istəyir. Hansı yazı desəydi, deyərdim 1, 2, 3, 5. Amma say olaraq deyirsə 1, 2, 3, 4. Cavab oldu 4. 4 yazı ödəyir bunu. Hansılardır bunlar? Aysu, Samir, Ayşən və Nihat. Bax, bu 4 dənəsi müəllimlər ödəyir. Yəni, bu formada biz nə edirik? Tapırıq. E, Məsələn, bir dənə də baxaq 34-ə. Yaşı 35-dən böyük olanlar hansılardır? Birinci, üçüncü, vəssalam. Böyük bərabər o desəydi 35 də götürərdim. And, əmək haqqı 600-dən kiçik olanlar. Birinci, ikinci, dördüncü və altıncı, beşinci. Və burada hər and olduğuna görə hər ikisində olan lazımdır. Bir hər ikisində var. Vəssalam. Cavab oldu 1. Yalnız 1. Amma or olsaydı 1, 2, 3, 4, 5 hamısını götürərdi. Nə aydın olmadı? Zəhmət olmasa deyin. Müəllim, Ay, aydınmı? Buyurun müəllimə. Sual varsa buyurun. 3, İşləmək gərək. 4, 5, or, 3, 2, 1, məsələn, and, 3, 2, 5. Bu yazılışla 3, 4, 5, or, 3, 2, 1, and, 3, 2, 5 yazılışı eyni deyil. Mötərizə olmadığı təqdirdə biz and olan yerdə heç vaxt onu həll edə bilmərik. Məsələn, deyir ki, 2 üstə gəlinsin 5 vurulsun 2 ilə
2 üstə gəlinsin 5 vurulsun 2-nin cavabı eyni deyil. Burada biz bilirik ki, vurma varsa heç vaxt toplamanı həll edə bilmərik də. Bu gözləyir 5-i 2-yə vuraraq 10 eləyər 12. Amma mötərizə varsa birinci mötərizənin içini həll edirlər. 7-ni vurarsan 2-yə eləyər 14. Yəni mötərizə varsa, yoxdursa birinci nə həll olunacaq? Ən həll olunacaq. 3, 4, 5 or gözləyəcək. Baxın, biz buranı tapacaq. Buranı tapacaq. 3, 2, 1, 3, 2, 3, 2 olacaq. 3 və 2. 2. Bu da birləşmədir. Sonra Olacaq. o da olacaq. 2, 3, 4. 4, 5. Bəli. Burada isə birinci mötərizənin içi həll olunur. 1, 2, 3, 3, 4, 4, 5 5. and 3, 2, 5. 5 olacaq hər ikisinin O olanlar. da 1, 2, 3. Yox, yox. Bir yoxdur axı burada. 2 var O hər da ikisində. 3 var. 5 var. 2, 3, 5. 5. Yəni tamamilə fərqli Hə, cavab. ət də orada. Həmən or gördüm. Ona görə elə bildim Tamamilə orada. fərqli cavablar Hı alın. -hı. Bir də bu tipli suallar bizə verilə bilər. Şəkil formasında verilə bilər. Baxın. Zəhmət olmasa bu sual neçənci sualdır? Bu suala baxın. Deməli şərt budur. Şərt budur. Yazıb ki, yaş böyükdür 23, maaş böyükdür 450. Yazıram ki, mən də burada yazıram. Yaş böyükdür 23, maaş böyükdür 450. Burası aydındır. Amma mən bunların ortasına nə qoyum? And mi qoyum, or mu qoyum, not mu qoyum? Baxın, əgər şərtin indi burada iki şərt var. Üst də ola bilər, daha çox da ola bilər. Artan iki şərt olacaq var. Şərtlər hamısı eyni sıradadırsa, mən bura and qoyacağam. Yox, ola bilər ki, baxın, bu maaş böyükdür 450 yazısı burada yox. Bir sətr aşağıda olardı. O zaman or qoyacaqdım. Əgər şərtlər eyni sırada, eyni xətt üzərindədirsə, and qoyuruq müəllimlər. Yox, biri yuxarıda, biri aşağıdadırsa, ortada or qoyuruq. Bax, diqqətlə baxın bura. Görürsünüzmü? Oxla göstərəm. Or yazılıb. Or. Eyni sətirdə olanda bəzən belə verir, özü rahat verir də, məsəl üçün, nə bilim, nədən böyük, and, or, öz. Bir də bəzən şəkil verir. Və müəllimlərimizdə çaşqınlıq yaradır. Yaxşı, mən bunun qarşısına, ortasına nə qoyum bunların birləşməsinə? Yenə deyirəm. Eyni sərhəd sətirdədirsə and qoyacaq, biri yuxarı, biri aşağıdasa or qoyacaq. İnşallah, yəqin ki, bu bizim yadımızdan çıxmaz. Müəllim, bəs orada indi qiymət yazılmayıb. O nəticə istəməyəcək də. Yəqin ki, orada Yine. məsələn yaş böyükdür 23, məsələn maaş böyük 450. Demək, siz deyən kimi burada proses dayanır. Yo, burada yuxarıda Ən- cədvəl verir baxı. Cədvəl Hə, əsasında. anladım. Hə, cədvəl, hə, baxmadım. Oldu, anladım. Məsələn, istəyirsiniz gəlin bunu tapaq. Yaş neçə idi orada? Yaş böyükdür 23. Yaşı 23-dən böyük 4. olanlar Bir də maaş hansılardır? 450. Hə, yaşı 23-dən böyük olanları tapaq. Birinci, 2, üçüncü, yox. üçüncü, Dördüncü və yeddinci. 7-ci. And qoyacaq. Çünki niyə bir daha And, deyirəm? Eyni bir sətirdə. də Maaş maaşı. 400-dən böyük Maaş da olanlar. 450-dən İkinci, böyük olan. e, Birinci Nigar yox. 850. Dördüncü. dördüncü, Bir də altıncı. altıncı, bir də yeddinci. 7-də 200. Hə, 200 deyil orada. Nədir bu Kamran maaşı? 1200 manat. Məndən çox Hə, alır. orada. Hə, İndi, orada görmürəm. indi 1200. Aha. burada İndi end olanda da əslində bir seçəcəyik. hər ikisində var. 3 1, yoxdur. 4, 7. 4, 7, bəli. 1, 4, 7. 1, 4, 7 də kimdir? Babək, Eltac, Kamran. Görək var elədən. Var. Babək. Babək, Eltac, Kamran. Kamran, Eltac yerə dəşqi adlarını. Hə, C variantı. Hə, C variantı. Aydın oldu. Mən demək elə belə tipdə olur da, demək Bəli, maaşı bəli. Bir də müəllimlər bir şeyə də diqqət yetirək. Burada bəzi simvollar ki var.
Ulduz və sual simvollarından istifadə olunur. Əslində biz xatırlayırsınızsa, əməliyyat sistemlərini keçəndə fayllarda biz bunu demişdik. Ulduz simvolu ilə istənilən sayda simvolu əvəz etmək olar. Sual simvolu ilə isə yalnız bir simvolu əvəz etmək olar. Məsələn, yazsın ki, məsələn, ulduz A. Bu o deməkdir ki, və yaxud da ki, ulduz A və yaxud da ki, yazsa ki, A ulduz. İndi mən A olmasın, başqa hərf olsun, fərqi yoxdur da. Və yaxud da ki, ulduz A ulduz. Ulduz A o deməkdir ki, sonuncu hərfi A olsun. O deməkdir müəllimlər. A ulduz ilk hərfi A olsun. Buna da fikir verək. Ulduz A ulduzu Olsun. tərkibində A hərfi, tərkibində fərqi yoxdur neçənci olur olsun. Tərkibində A olsun. Yəni ulduz A yazmışamsa, Rəna, nə bilim, A ilə qutaran adı, Almara, Sara, bunlar çıxar. A ulduz yazmışamsa, Anar, Aytəkin, Aynur, Aysel, Aydın, Arif, Arzu və s. Ulduz A ulduzsa, istəyir əvvəldə gəlsin, istəyir axırda. Bu ulduz A-da Arzu da çıxar, Rəna da çıxar, Razim də çıxar. Yəni orada A hərfi olsun. Demir neçənci olsun. Birinci olsun, ikinci olsun. Amma ulduz A-da Razim çıxmaz. Arzu da çıxmaz. Ancaq Rəna çıxar, sonuncu hərfi. A ulduzda Arzu çıxar, Rəna çıxmaz, Razim çıxmaz. Amma ulduz A ulduzda Rəna da çıxar, Arzu da çıxar, Razim da çıxar, Rasim də çıxar, Ayla da çıxar. Yəni orada normalda orada A hərfi hardasa olsun. Hə, amma yazsam ki, məsələn, sual A, o demək ki, ikinci hərfi A olsun. Ancaq ikinci hərfi. Məsələn, ikinci hərfi A olan bir şey. Məsələn, sual A, deməli 1, 2, 3 dənə sual qoyuram. 1, 2, 3, 4, 5 hərfli olan və ikinci hərfi A olan çıxacaq. Ola bilsin kiminsə adında ikinci hərf A-da, amma 4 hərfli çıxmayacaq. Çünki hər bir sual işarəsi yalnız bir simvol əvəz edir. Amma ulduz da bilmirim, ulduzun arxasında istənilən qədər simvol da ola bilər, olmaya bilər. Bax, bu tipli suallar da bizim qarşımıza çıxacaq. Və eyni zamanda burada bir əlaqələndirmə var. Mütləq şəkildə bu tipli suallarla da biz gəlin tanış olaq. Məsələn, 41 nömrəli tapşırıq bu tiplidir. Deyir ki, kitab mağazalarında müxtəlif müəlliflərin kitablarının satışı haqqında verilənlər bazasında fraqment verilmişdir. Cədvələ görə Saturn mağazasında ən çox kitabı satılan müəllifi qeyd edin. İndi birinci biz mağazanın adını tapırıq, Saturn. Və görürük ki, Saturnun kodu 204-dür. İndi gəlin baxaq. 204-də 204, bax budur. 204 204. Deməli, 204-də Qılman İlkinin 67 dənə kitabı satılıb. Xəlil Rızanın 56 dənə kitabı satılıb. Mükar Müşfiqin 78 dənə. Deməli, ən çox kitabı satılan kimdir? Mükar Müşfiq. Yəni, burada əlaqələndiririk də cədvəllər arasında əlaqələr. Məsələn, burada belə bir sual da var. Tələbələr və onların yazıldığı fən kursları haqqında verilənlər bazasının cədvəlində fraqment verilmişdir. Cədvələ görə riyaziyyat fənninə birinci qrupun neçə tələbəsinin yazılını tapın. Birinci qrupun neçə tələbəsi? Aha, birinci qrup. Birinci qrup deməli, riyaziyyat fənninin əvvəlcə kodunu tapaq. Riyaziyyat fənninin kodu deməli nədir? 226 və başqa da ola bilər. 224. Yox, üzrsən. Bunlar şagirdlərin kodları, tələbələrin kodu. Bizə lazımdır birinci qrupun tələbələri, birinci qrup. Bulu. Deməli, birinci qrup kimdir? 222, 223 bu.
Qrup 1 225 226. və 226. İndi baxaq görəklər riyaziyyat fənninə kim yazılıb? 226. 226 yazılıb. Rüstəmova. 226. Rüstəmov. Bəli. Sonra riyaziyyata Rüstəmov. yazılıb 224, 224. Əlizadə. Bəli. Vəssalam. İndi 226 kimdir? 226 Rüstəmova, Rüstəmova. Rüstəmova. 224 isə Əlizad. Bizə adlarını Əlizade. istəmir də. Neçə say olaraq 2 dənə. Bax bu Sağ. bəli. Bu formada da neynədik? Tapdıq. Məsələn, o ulduz falan demişdim. Bax ona aid bir sual tipi var burada. 47-yə baxın. Deyir ki, verilənlər bazasındakı abonentlər cədvəlindən soyadı Mikailov və ya Mikailli olan və ünvanı 28 may küçəsi olan və ev telefonu 7 rəqəmli olub 7 rəqəmlə bitən abonentləri tapmaq üçün hansı soru yazılmalıdır? Soyad Mikailli və ya Mikailov. Baxın, A variantına baxın. Mikail yazıb sual qoyub. Mikail sual simvolu ilə biz yalnız bir simvol əvəz edə bilərik. Mikailli sözündə Mikaildan sonra L İki. İki simvol var. Mikhailov da ov. Bu olmaz. Elə bəri başdan bunu çıxartdıq. B-yə baxın. Mikhail ulduz olar. Çünki ulduzla ovu da l-nı da əvəz edə bilərik. And ünvan 28 may olsun. Düzdür. Küçüm. Və ev telefonu 7 dənə 7 rəqəm olur, hərfli simvol. olsun və sonuncu rəqəmi 7 olsun. Baxaq. 1, Ola bilər. 2, 3, 4, 5, 6, 7. Amma burada bir məsələ var. Mikhailli və ya Mikhailov ikisi də olmalıdır axı. Amma bu tutaq ki, təkcə Mikailovu əvəz edək və ya Mikailini. Amma bir dənə E variantına baxın. Soyad Mikailov or Mikailli. Hər ikisi olsun və ya da axı ikisindən biri. Aha. Ünvan 28 yox, bu da olmaz. Bu olmaz. Niyə olmaz? Ona görə olmaz ki, bunlar ev telefonu ulduz 7-dir. Ulduz 7-dir ki, sonuncu hərfi 7 ilə bitəcək. Amma bu sırf 7 rəqəmi deyir axı. Ola bilsin ki, kiminsə telefon 37 də çıxar, 17 də çıxar, 07 də çıxar, adi 7 də çıxar. 7 rəqəm hə 6 dənə sual bir dənə 7 qoysaydı uyğun idi. Ulduzun arxasında normalda mən 6 simvolun olduğunu bilmirəm axı. Daha çox ola bilər, daha az ola bilər. Amma B variantı, D variantına baxaq. Mikail C C variantı. variant, C variantıdır. burada nə problemimiz var? Mikailli Orada Mikailli yoxdur. Orada C-də var. Mikhailov or Mikailli and 28 may küçəsi and ev telefonu 7 dənə 7. 4 5 aha. Bəs D variantında problemimiz nə oldu? Hə, D Orada variantının ikisindən biri. ulduz. Bəli. Deməli doğru cavab oldu C variantı. Sonra müəllimlər bu 48 bu işarə ki var, bayaq da onu göstərdim. Bu fərqlidir deməkdir. Riyaziyyatda belə edirik. Burada belə. Fərqlidir. Yəni bərabər deyil də. Bərabər deyirəm ki, 50-nin yaşı və 50-nin yaşına bərabər deyil. Burada belə bir məntiqi nəticə çıxır ki, 50 ya vəldən böyükdür ya da kiçikdir də. Yəni bərabər deyil. Eyni yaşda deyirlər, fərqli yaşdadırlar. Bu bərabər fərqlərini göstərir. Bax bu işarə fərqlidir göstərir. Sayı 35-dən fərqli olsun. Sayı 35-dən fərqli olanlar birinci, ikinci, sonra dördüncü, beşinci, sonra neçə? 6-cı. Altıncı. Or rəngi qara Rəng olsun qara. və Koreyada olsun. Rəngi qara. Rəngi Qara qara olanlar. olsun. 2, İkinci. Bir də 8-ci. 8. Or ölkə Koreya olsun. Ölkə Koreya olan 7 və 8. Düzdür? 7 və 8. Bu mötərizə ilə qutardıq. Yazıram and sayı 25'e beraber olsun. Sayı 25'e beraber olanlar 4. Elə bizə 4. Or ölkə də İngiltərə olsun. 3, 3, 4. 4. Vəssalam. İndi gəl tapaq. Bir tapa. Burada end harda var idi? Hə, burada enddir, hə. Deməli burada ordu da 1 2 4 5 2, 6 3, or 2 8. Deməli burada müəllimə 1 2 2, 4 4, 5 5, 6 6, 7, 7 8. 8. And And 4 or 3 4-dənsə olacaq 3 və 4. 3, 4. İndi Bəli. oradan da And o seçirik biz. yalnız 1, niyə? oradan da seçirik 4. 3 və yox, 3 yoxdur Bir dənə müəllim, 4 4. ancaq. Bir dənə 4 var.
4 də Ha, hansıdır? 4'tür. Rolls-Royce. Cavab olur D variantı. Mhm. Aydındır. Bəli. Aydındır. Ümid edirəm ki, bu bir çətinlik yaratmaz. İnşallah işləyək. Yəqin ki, Məsələn, 60 nömrəli suala da baxaq. Müəllif ulduz n, sonu n-dən qurtarınsın. Məsələn, Jack Londonu götürəcəm. Birinci, sonra Pushkini götürəcəm, axırı n-dən qurtarır. Or, əsər bərabərdir 2 ulduz, 2 ilə başlasın əsər. Karib dənizinin sirri. Yox, Consuelo da var da burada. Consuelo deməli 2, 2 ilə 3. 3. Sorğusu, bu da 1, 4, or 2 üstü 1, 2, 3 və 4. Orada axı əsərlərinin tiraj sayının elə hamısını istəyir də. Bundan da tiraj sayının hamısını toplayacaq. Bunların sayı nədirsə odur. Yəqin ki, inşallah bir problem olmaz. Bu tipli həll edərik. İnşallah. Hmm. Məsələn, baxaq bura. Adı idlə qutarsın. Adı idlə qutaran birinci Cavid, bir də Fərid. 5. And soyadı Əhmədov yazıb sual qoyub. Əhmədov. Soyad Var. Əhmədov. 5. Doğru. Bax burada Anladım. müəllimlər. Tamam. Əhmədov yazılıb ulduz qoysaydı biz Əhmədov da götürərdik, Əhmədovanı da götürərdik. Çünki sualına, ulduzla istənilən sadə simvol kodlaşdırma olar. Amma burada bir dənə sual qoyubsa, onda məcbursan bir dənə hərfi burada dəyişməyə, Mhm. etməyə. 2 dənə sual qoysaydı, onda Əhmədovanı götürəcəkdik. Bu getdi. Or yaşı böyükdür 30. Yaşı Yaşı 30 olmalıdır. 30-dan böyük olmalıdır. Üçüncü və beşinci 5-ci, o maaşı da 500-dən aşağı olmalıdır. Bu da ikinci, 400, aha, 2, üçüncü 3, vəssalam. şey, Bərabərlik. 1, 5, ənt 5-dən yalnız 5 çıxır. 5 O, çıxır. 3, 5, burada da 5, 3, 5. 2, 3, 2, 3, 5 çıxır. Sonra onları da Deməli, birləşdirəndə burada da elə hamısını birləşdir də. 2, 3, 5. Düzdür? 5 olurdu ancaq. Niyə? Mənim ortadakı ordu axırıncı iki mötərizə Doğru. arasında. 5, Ordusa, or, o 2. olacaq onda. 3, 5, 2, 3. Onda 2, 5, 3 olur da. Orada axı. Ortada ordusa Neçə bəli. yazı? 1, 2, 3 dənə tapdıq biz buradan. Ola bilsin texniki səhv edə bilərik. Onlar da yorğunçuluq, günün yorğunçuluq. Amma normalda inşallah yolu budur. Yəni ki, yolunu bilərik. Burada müəllimlər, deməli 5 dənə sual var. 74 dənə tapşırıq var. Bəzilərini mən elədim. İndi sizdən xahiş edirəm, baxın Oldu. və etdiklərinizə də bir daha baxın. İnşallah növbəti dərsimizdə baxarıq. Nə aydın olmadı? Kimə nə aydın olmadı? Xahiş edirəm, deyin. Aydındır. Görək Burada da işləyəndə yəqin bir ki, tam biləcək. sətirdir. Bir sətirdə verilib. Demək, bunların da arasında nədir bu? Maaşı böyük bərabərdir 500, and iş təcrübəsi Kiçik 2 bərabərdir 8 olacaq. Amma and olacaq da. Çünki eyni Bəli, sətirdədir. eyni sətirdədir. Biri aşağıda, biri yuxarıda. Bu burada yox. Buradan olsaydı, onda bunların Onda or arasında olacaqdı. Mhm. Bəli. Aydındır müəllim. Bəli, or və yadır. Hı? Bəli, bəli, bəli. O Bəli, demək. bəli. Bəli. Əsas odur. Onu biləndən sonra Bəli. ya, İlk yadda bundan sonra saxla. Pythonda da bunlardan istifadə edəcəyik. Riyazi məntiqdə də and or operatorlarından istifadə edəcəyik. İnşallah. Müəllimlər, mövzu ilə bağlı sual var. Ver müəllim, hələ ki aydındır mənə. Xeyr. Sizi bilmirəm. Hayır. Bizim biraz vaxtımız qalıb. Növbəti bir mövzunu da keçək, yoxsa bunu bitirib işləyək, başqasına keçək? Yox, Müəllim razıyam. qarışdırmayaq da müəllim. Qarışdırmayaq. Bence Məncə de də bəsdir. karıştırmayalım. Bunu tamamlayaq testlərimizi qəşəng. Onda sağollaşaq. Sualınız varsa işləyin. Sağ ol. Sağ olun, razı. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə.